Bizim bugünkü dərsimiz riyaziyyatdan tanıdığımız əməllərin Pythonda necə yazıldığına baxmaqdır və əlavə olaraq da biz şərt operatorunu da nəzərdən keçirəcəyik. Keçmişdik alqoritmdə budaqlanma və bəri başdan deyim ki, səsim atıfdır. Ona görə də videoda indi bilmirəm nə qədər eşidiləcək, olanımız budur. Başlanğıçda gəlin belə bir cədvəl çəkək. Bu riyazi əməllərdir. Sol tərəfdə bizdə riyaziyyat olsun, sağ tərəfdə də Pythonumuz olsun. Riyazi əməllər hansı vardır? Toplamamız var. Toplama Pythonda da toplamadır. Çıxma Pythonda da çıxmadır. Sonra bizdə vurma var. Vurmanı biz burada nöqtə ilə qeyd edirik. Bunların altına xətt çəkək, bir-birindən ayrılsınlar. Vurma bizdə olacaq ulduz formasında. Sonra bölmə var. Bölməmiz bizdə olacaq slash formasında. Bölmənin sonra növləri var idi. Hansılar idi? Mod və div var idi. Düzdürmü? Bizdə əlavə olaraq bölmənin növləri kimi mod var və div var. Bunları bilirsiniz də. Məsəl üçün, götürək ki 15 mod neçə? Məsəl üçün olsun 4. 4 olsa 3 çıxacaq da o şeyləmir. 15 mod məsəl üçün 2 olsun. Bərabər olacaq nəyə? 1-ə. Amma tutaq ki 15 div 2 bərabər olacaq neçəyə? 7-yə. Okay. Ondan sonra bizdə nə var? Qüvvət üstü. Yəni ki, tutaq ki A-nın üstü B. Bizdə A-nın üstü B necə yazılacaq? Düz dedi, biz qabaqda mass modulu götürəcəyik. Mass modulunda sənin üçün pov var. Sonra kök altı üçün square root sözün qısaldılmış olan sqrt var. Bunları yox, hələ ki sadə riyazi əməllər şəklində deyirəm. AB bizdə A-nın qoşa vuraqda üstü B. Bu A-nın B üstü qüvvəti deməkdir. Excel'də idi o. O Excel'də idi. Sonra məsəl üçün kök altda B dərəcədən A. Bunu nətər yazacaq? Kim deyər? Üstdəkinə baxın. A-nın üstü 1/B. Kəsr şəklində yazanda bizə kök altda götürülür da, düzdürmü? A-nın üstü 1/B ən asandır kök altını hesablayanda. Sonra məsəl üçün belə bir yazılış var. Nədir bu? Modulda A. Modulda A-nı biz ABS-dən veririk. ABS A. Oldu mu? Bir də ümumiləşdirək nəzər salaq. Deməli, sol tərəf bizdə riyazi ifadələrdir. Sağ tərəfdə onların Pythonda necə yazıldığıdır. Aydındır bu. Bunları dəftərdə qeyd edirsiniz. İndi gəlin sizdən məntiq əməliyyatlarına baxaq. Məntiq əməliyyatlarında bizdə nə var? Böyükdür, kiçikdir. Bunları bilirik də, düzdür. Yenə də eyni gəlirik. Burada bizdə Python olacaq. Deməli, burada da riyaziyyat. Bizdə riyaziyyatda yazırıq ki, məsələn, A böyükdür B. Düzdürmü? Bunlar, siz nədir? Alqoritm keçmişik də sizlər, düzdürmü? Alqoritmdə şərt blokunun içinə yazılırlar da, məsələn, A böyükdür B kimi. Aydındır mı? Burada da şərti keçəcək. If, else var, elif var. Bunlara baxacaq. Amma ondan qabaq deyək ki, nətər yazılır. A böyükdür B, bizdə elə Pythonda da A böyükdür B şəklində yazılacaq. A kiçikdir B, bizdə Pythonda A kiçikdir B şəklində yazılacaq. A bərabərdir B, bizdə Pythonda yazılacaq A qoşa bərabərdir B. Çünki biz Pythonda belə yazanlarıq. Pythonda A bərabərdir B yazsaq, bu A-nın qiymətini B-yə dəyişmək anlamına gəlir. Yəni A-nın qiymətinə A-ya biz B dəyişəninin qiymətini mənimsətmiş oluruq. Sonra
Biz yazırıq ki, A bərabər deyil B riyaziyyatda. Pythonda da yazırıq A nida bərabərdir B. Sonra biz yazırıq A böyükdür, bərabərdir B. Pythonda da yazılır eyni qaydada. A böyükdür, bərabər, sadəcə bərabər qabaqdan yazılır B. Sonra A kiçikdir, bərabərdir B. Bizdə yazılacaq A kiçikdir, bərabərdir B şəklində. Aydındır? Başa düşdünüz bunu? Yaxşı. Bir də bizdə verilənlər bazasında məntiqi əməliyyatlar var, yadınıza gəlir. And, or, not. Düzdürmü? Bir də biz buna baxacağıq. And, or, bir də not. Məsəl üçün, biz gəlin baxaq. 6-ya bölünmə əlaməti nə idi? 3-ə və 2-yə bölünürsə. Düzdür, indi biz məsəl üçün bunu burada daha asan olsun deyə yaza bilərik ki, əgər A mod 6 bərabərdirsə 0-a, 6-ya bölünür. Amma yəni biz and işlətmək xatirinə riyaziyyatdan keçildiyi kimi 2-yə və 3-ə bölünmə əlamətindən yazaq. Deməli, onda olacaq if A mod 2 bərabərdirsə 0-a and A mod 3 bərabərdirsə 0-a. Yox ki, deyəcəm, if-i izah edəcəm. Sadəcə yazılışı deyirəm, and deyirəm ki, gördünüz, 2 şərt verdi. 2 şərt bizdə and-dəndir. Burada şərt o zaman ödənir ki, hər ikisi düz olsun, çünki ortada and-dir. Or olsaydı bizdə nə olurdu? Aysa. Bura qədər sual var. İndi gəlin sizdən if-ə baxaq. Daha doğrusu budaqlanmayaq. Klaviaturadan daxil edilmiş ədədin tək və ya cüt olduğunu yoxlayan proqram lazımdır. Düzdürmü? Gəlin birinci biz bunun alqoritmini çəkək. Çünki biz sizdən alqoritmə alışmışıq. Keçmişik alqoritmi bilirik. Bunun üçün nə veririk? İlk öncə başlanğıc blokudur alqoritmin. Sonra gəlirik A ədədini daxil edirik. Düzdürmü? Ədədin tək və ya cüt olduğunu necə yoxlayırdıq? Mod 2. Ay sağ ol. A mod 2 bərabərdirsə 0-a, hə, cüt demək istəyirsən. Diqqətə bax, mətni dırnaqda yazılır. Okey. Bu alqoritmi bildik də, düzdür? Ədədin tək olub ya cüt olduğunu yoxlayaq. Gəlin biz indi bunun proqramını yazaq. Proqramını yazanda nə yazacaq? Birinci A-nı daxil edirik. A tam ədədini daxil edirik. Necə yazacaq A tam ədədini daxil edilməsi? Int input. Input A olanda demişdim axı keçən dərs ki, input A olanda sətr tipində olur. Yazırıq. A bərabərdir. Int-ə arqument kimi input veririk. Bax, bunun açıqlaması budur. Input əmri biz bilirik ki, klaviaturadan daxil edilməni dəstəkləyir. Yəni, klaviaturadan qiyməti daxil etməyi təmin edir. Düzdürmü? Input funksiyası, bax bu input funksiyası bizdə klaviaturadan qiyməti aldı. Onu ötürür özünün arqumenti olduğu int funksiyasına. Int funksiyasına onu tam ədədə çevirir. Yəni, biz 5 yazsaq, tutaq ki, 5 bizdə sətr tipində olacaq. Həmin int funksiyası da bizdə qəbul etdiyini çevirir nəyə? Tam ədədə və A dəyişəninə mənimsədir. Aydındır? İndi baxaq, bizdə şərti belə yazırıq. Bunu oxusaq nə tər oxuyarıq? Əgər A mod 2 bərabərdirsə 0-a, bu. Əks halda bu. Düzdür? Əgər nədir ingilis dilində? If nə dedim? A mod 2 bərabərdirsə 0-a. Düzdür? If A mod
2 bərabərdirsə, bax, şərtdə bayaqlar göstərdim də, düzdür ki, şərtdə bizdə nə ilə yazılırdı? Boşa bərabərdir. If A mod 2 bərabərdirsə 0-a və if-dən sonra bizdə həmişə sətrin axırına nə qoyulur? Ümumiyyətlə, şərt operatorlarından, qabaqda vacib dövr operatorlarından sonra da istənilən, bax, bu şərt dövr operatorlarının sonunda, daha doğrusu sətrin sonunda nə qoyulur? Qoşa nöqtə. Qoşa nöqtə onu ifadə edir ki, bundan sonra gələn o dövrə və yaxud da budaqlanmaya daxil olan əməllər var. Onlar bax, solda yazılacaq. Bizdə hə budağına, alqatin hə budağına nə daxildir? Cüt sözünü çapa verən blok daxildir da, düzdür? Biz çapa verməyə hansı əmrdən yerinə yetirirdik? Print. Bax, soldan yer qoyuruq, bir tab və yaxud da 4 boşluq. Yer qoyuruq, yazırıq. Print, dırnaqda, cüt. Özü qoyur avtomatik. Yazanda sən qoyursan da, düzdür? Bizdəki imtahanda qələmlə yazırıq da, kompüterlə yox. Kompüter özü avtomatik qoyur. Əlbəttə. Yazırıq. Biz nətər oxuduq bunu? Əgər A mod 2 0-a bərabərdirsə, cütü çap elə. Düzdür? Əgər A mod 2 0-a bərabərdirsə, cütü çap elə. Düzdür? Əks halda bizdə başqa şərt deyilmir ki, sadəcə əks halda deyilir də. Düzdür? Onun üçün yadda saxlayın. Else bizdə nəsiz yazılır? Şərtsiz yazılır. Print nə? Print aydındır? Yaxşı. İndi gəlin sizdən belə bir proqrama baxaq. Bunlar aydındırmı? Gəlin indi sizdən Python-un özündə bir yolluq proqramlaşdırmaya baxaq. Bizdə belə bir proqram var. Deməli, biz elə bir proqram yazırıq ki, qiyməti, balı daxil edirik. Summativ balı məsəl üçün də. Bala uyğun olaraq da bizdə neçə aldığını çıxardır. Düzdürmü? Yazacaq. A bərabərdir input. Bunu bayaqları yazmışdıq da, düzdür? Yaxşı. İndi biz belə yaza bilərik. If A kiçikdir bərabərdir neçəyə? 30-a. Düzdürmü? Print neçə? 2. Else, bura bax. Else if A kiçikdir bərabərdir 60-a. Print 3. Düzdürmü? Else A kiçikdir bərabərdir 80-ə. Print neçə? 4. Bir dəqiqə burada bir şey yaddan çıxdı. Burada bir şey yaddan çıxdı. Mən prosto arkada yazılır. Onun üçün onu görmədim. Onu düzləyir. If else print 5. Yox, bizə ötəri. Bizdə yox şey bizdə. Məsələn, testlərdə var idi, alt-alta sətirlər verilirdi, illik bərabər ifadələr və qiymətlər. Bax, bizdə əgər, gəl bir dənə yoxlayaq, hələ görə işləyirmi? Birinci ifadəmizi yoxlayaq, görə işləyirmi? Demək, 56 neçə baldır? 3. Çıxartdım 3. Okey, yaxşı. Deməli, gəlin indi bu yazını sadələşdirək. Sadələşdirək. Elif. Else ifin qısaldılmışı. Bizdə burada bura baxın. Neçədən biz else if işlətdik? Ha? Aha.
Else ile ifi birleştirelim. Ay sağ. Else ile ifi biz birləşdiririk. Tamam yazısı oldu. Klaviatura deyib yoxdur. Bax, görsüz, hamısında biz çəkirik qabağa. Gördünüz, belə daha sadədir. Çünki bayaqçınla işləsəz siz, haradasa şeylərin, elflə iflərin yerlərini səhv savaşsınız. Aydındır? Elif. Elif bilsin nədir? Bayaqki yazdığımız else ifin qısaldılmış formasıdır. Aydındır? Və belə yazmaq daha asandır. Şərt bizdə bir dənədən artıq olarsa, bir şərtdən daha çox şərt olarsa, bizdə elifdən yazılır digər şərtdə. Birinci şərt ifdən yazılır, yerdə qalan şərtlər elifdən yazılır və mütləq yadda saxlayın. Elsin sonunda şərt yazılmır. Else bizdə yerdə qalan digər bütün halları deyir. Ona görə də bizdə orada şərt yazılmır. Aydındır?